Salam, hər vaxtınız xeyir əziz dostlar. Bu videoda mən birinci hissə Güvən Test Bankından orta sürət, nisbi sürət və eninci saniyədə gedilən yol mövzusunun B variantının testlərinin izahını verəcəm. Videonu izlədikdən sonra bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Birinci testdə deyilir. K nöqtəsindən X oxu boyunca hərəkətə başlayaraq 5 saniyə ərzində M nöqtəsinə çatan qismin orta sürətini hesablayın. Baxın, başlanğıc anda K nöqtəsindədir və koordinatı 20-dir və biz buna başlanğıc koordinat deyirik. Son 5 saniyə sonra M nöqtəsində olur və buna da nə deyəcəyik? Son koordinat və son koordinat neçədir? 100-dür. Biz bilirik ki, bir istiqamətli hərəkətdir. Bir istiqamətli hərəkətdə yer dəyişmə modulunu və yaxud da gedilən yolu tapmaqdan ötürü hansı düsturdan son koordinatdan başlanğıc koordinatı çıxmaq lazım. Yəni, x minus nə olacaq? X 0 olacaq. Düsturda yerinə qoysaq, onda yer dəyişmənin modulu və yaxud da gedilən yol olacaq 100 minus başlanğıc koordinatda 20-dir. 100-dən 20 çıxsa mənə 80 metr qalacaq. Deməli, bizim yer dəyişməmiz 5 saniyə ərzində 80 metr. Bəs orta sürət nədir? Orta sürət ümumi gedilən yolun ümumi zamana nisbət, yəni S bölünsün T'dir. 80 bölünsün T'miz də 5 saniyədir. 85'e bölsəm 16 metr bölünsün saniyə olacaq. Doğru cavab hansı variantdır? C variantı. İkinci testdə deyilir. Qatar yerə nəzərən 10 metr bölünsün saniyə sürətlə hərəkət edir. Qatara nəzərən onun hərəkət istiqamətində 0.6 metr bölünsün saniyə sürətlə hərəkət edən sərnişinin yerə nəzərən sürətini tapın. Baxın əziz dostlar, bu bizim qatarımızdır. Deyək ki, qatardır. Baxın, bu bizim qatardır. Qatar yerə nəzərən sürəti bu istiqamətdə olsun, 10 metr bölünsün saniyə olsun. Və bunun içərisində bir sərnişin var. Sərnişinin də eyni qaydada sürəti, qatara nəzərən sürəti nə qədərdir? Qatarın hərəkəti istiqamətindədir. Sürəti bizə verib 0.6 metr bölünsün saniyə. Əgər qatar və sərnişin eyni istiqamətdə hərəkət edirsə, onda yerə nəzərən sürət tapmaq üçün hər ikisinin sürətlərini toplamaq lazımdır. Onda sərnişinin yerə nəzərən sürəti olacaq. V ilə işarə edək bunu. V qatar plus V sərnişinin qatara nəzərən sürəti. İkisinin cəmi. Onda V qatar nə qədərdir? 10 plus 0.6. Onun üstünə 0.6 gəlsəm 10.6 metr bölünsün saniyə olacaq. Deməli, doğru cavab hansı variant oldu? Y variantı. Üçüncü testdə deyilir ki, cismin AB yolunda orta sürətini hesablayın. A və B yolunda. İndi diqqətlə baxsaq, ümumi A'dan B'yə, A'dan C'yə deyək 300 metrdir. C'dən B'yə isə 200 metr. Yəni, A'dan C'yə qədər bu cisim gəlirsə, ümumilikdə 500 metr yol gedəcək. Onda S ümumini biz yazsaq buradan, S ümumi bərabər neçə metr olacaq? 500 metr olacaq. Bəs A'dan C'yə gəlmək üçün 20 saniyə vaxt sərf edib, amma C'dən B'yə gəlmək üçün isə 5 saniyə vaxt sərf edib, onda T ümumi nədir? Bizə olacaq 25 saniyə. Bunu da bildik. Bəs orta sürətin düsturu nədir? Orta sürətin düsturu V orta bərabərdir. S ümumi bölünsün T ümumi olacaq. Yerinə qoyub hesablama aparsaq, onda V orta bərabərdir. S ümumimiz 500 metr bölünsün 25. 500-ü 25'e bölməkdən böldükdə isə bizə 20 metr bölünsün saniyə qalacaq. Doğru cavabı hansı variant? C variantı. Dördüncü testdə deyil. Qatar uzunluğu 300 metr olan, kilometr olan yolun bir hissəsini 2 saata, qalan hissəsini isə 3 saata gedir. Qatarın bütün yolda orta sürətini hesablayın. Baxırıq, qatarın zamanın ilk 2 saatında 300 metr. Yəni T1-də nə qədərdir? 2 saatdır. Neçə metr yol getdi? 300 kilometrin bir hissəsini 2 saata gedir. Digər hissəsini isə bizə 3 saata gedir deyir. Onda ümumi T nə qədərdir? 5 saatdır. Yəni, deyək ki, ümumi zaman 5 saatdır.
Bəs ümumi yol nə qədərdir? 300 kilometrdir. Bax, buradan yazırıq. Ümumi yol isə S bərabərdir 300 kilometr. Orta sürətin düsturunu bilirik. V orta bərabərdir S ümumi bölünsün T ümumidir. Yəni 300 bölünsün neçə? 5. 300-ü 5'e bölsəm 60 kilometr bölünsün saat. Deməli, bu qatarın ortalama sürəti 300 kilometrdə nə qədərdir? 60 kilometr bölünsün saat olubmuş. Bakıdan Şəkiyə hərəkət edən avtomobilin ilk 100 kilometr yolu 1 saata, qalan 240 kilometr yolu isə 3 saata gedir. Bütün yolda avtomobilin orta sürətini hesablayın. Əziz dostlar, diqqətlə baxsa, S1'imiz və S2. S1 100 kilometr, S2 240 kilometr. Onda ümumilikdə bizim S ümumimiz nə qədər olacaq? 340 kilometr olacaq. Diqqətlə baxırıq. 340 kilometr. Bəs zamanımız nə qədərdir? T bərabərdir. Yəni T ümumi bərabərdir. 3 saat buradadır. 1 saat da buradadır. 4 saatdir. Onda bizim orta sürətimiz V orta bərabərdir. S ümumi bölünsün T ümumi bərabərdir. S ümumi 340 bölünsün T ümumi 4'dür. 340'ı 4'e bölsəm bizə neçə qalacaq? 85 kilometr bölünsün. 85 kilometr bölünsün saat. Doğru cavab hansı variantı oldu? B variantı. 6-cı testdə deyilir. 150 kilometr yolu 2 saata getmiş, sonra isə həmin yolu 3 saata qayıtmışdır. Təsəvvür edin ki, 150 kilometrlik yoldur. Nə qədər saata? Bax, bu 150 kilometr yolu 3 saata getdim. Bax, 3 saata getdim, sonra qayıtdım. Bax, 3 saata getdik, sonra nə etdik? Qayıtdıq. Onda ümumilikdə bizim getdiyimiz yol, yəni S ümumi nə qədər oldu? 300 kilometr oldu. 3 saata gedib 2 saata gedib 3 saata qaydırıqsa, onda ümumi zamanımız isə 5 saat olubmuş. Onda orta sürətin düsturunu bilirik. Orta sürət ümumi yolun ümumi zamana nisbətdir. Və orta bərabərdir 300 bölünsün 5, o da bərabərdir 60 kilometr bölünsün nə? Saat olacaq. Doğru cavab hansı variant oldu? C variantı. 7-ci testdə deyil. Durğun sudakı sürəti 10 metr bölü saniyə olan qayıq çayın axınına qarşı 10 saniyə ərzində 80 metr yol məsafə qət edir. Çayın axın sürətini hesablayın. Baxır əziz dostlar, çayın axının əksi istiqamətində deyirsə, onda V-nin düsturu V qayıq minus V çay olacaq. Yəni sahilə nəzərin sürətinin düsturu budur. Buradan V-nin yerinə istənilən halda S bölünsün T yaza bilərik. V qayıq minus V çay. Yerinə qoyaq. S-imiz 80 bölünsün T-miz 10'dur, bərabərdir. İndi durğun sudakı sürəti verib. Qayığın sürəti 10'dur. Minus bizdən nəyi soruşur? Çayın sürətini. V çay. Onda 10 minus V çay bərabərdir. 80'i ona bölsəm 8'ə. Onda V çay nə qədər olacaq əziz dostlar? 2 metr bölünsün saniyə. Sünət vəziyyətindən düz xəttə bərabər təcili hərəkətə başlayan cisim 1-ci saniyədə S məsafəsini qət edərsə, 3-cü saniyədə nə qədər məsafə qət edər? Biz bilirik ki, n-ci saniyədə gedilən yolun düsturu var. S-n bərabərdir. A vurulsun, sünət vəziyyətindən deyir. 2n-1 bölünsün nə? 2'dir. S-nin yerinə 1-ci saniyə dediyinə görə S bərabərdir. A vurulsun, 2 vurulsun 1, minus 1 bölünsün 2. Onda A nə qədər oldu? A bərabərdir 2S olacaq. Baxın, deməli A'mız 2S'dir. Onda neçənci saniyədə deyir bizə? 1-ci saniyədə S məsafəsi qət edir, 3-cü saniyədə. Onda S 3 bərabərdir yazacağıq. A'nın yerinə artıq da 2S qoyacağıq. 2S
2 vurulsun 3 minus 1 bölünsün nə? 2. Bunlar getdi. O da bizə 5s verəcək. Doğru cavab hansı variantdır? B var. Bunu belə də yazmaq olar. Yəni düsturla, amma biz bilirik də ardıcıl zaman fasilələrində gedilən yolların nisbəti tək ədədlərin nisbətinə bərabərdir. Birinci saniyədə s gedibsə, ikinci saniyədə 3s, 3s, üçüncü saniyədə 5s, dördüncü saniyədə 7s, beşinci saniyədə 9s və s. Bu formada nə edə bilərik? Yaza bilərik. Yəni 1, 2, 5, 7, 9, 11 və s. Bu forma, yəni tək ədədlərin nisbətinə bərabərdir. Amma istənilən halda bizə 5s verəcək. Sürət alınan bərabər təcilli hərəkətə başlayan cismin 5-ci saniyədə getdiyi yol 3-cü saniyədə getdiyi yola olan nisbətini tapın. 5-ci saniyədə getdiyi yol. Baxaq görək. 5-ci saniyədə getdiyi yolu necə tapa bilərik? S5 bərabərdir. A vurulsun 2 vurulsun 5 minus 1 bölünsün nə? 2. O da bərabərdir. Bizə qalacaq 2-də 9A. Bir də neçənci saniyədə getdiyi yol deyir? 3-cü saniyədə. A vurulsun 2 vurulsun 3 minus 1 bölünsün 2. Bu da 2-də 5A verəcək. Yaxşı, bunu bildik. İndi nisbətləsək bizə 9 bölünsün nədir? 5 olacaq. Doğru cavab hansı variant oldu? C variantı. Növbəti testimiz 10-cu testdir. 10-cu testdə deyilir. Avtobus yerə nəzərən sürətdədir. Jiguli və yük maşını isə eyni sürətdə hərəkət edir. Əgər hesablama cismi Jiguli seçilərsə, aşağıdakı ifadələrdən hansı və ya hansılar doğru olar? Baxaq əziz dostlar. Biz bilirik ki, eyni istiqamətdə və eyni sürətlə hərəkət edən cisimlər bir-birinə nəzərən həmişə nədir? Sükunətdədir. Buna deyilər hərəkətin nisbiliyi. Baxırıq. Birincini oxuyaq. Avtobus Jigulidən uzaqlaşır. Baxaq. Avtobus Jigulidən uzaqlaşır. Bu bəli düzdür. Çünki avtobusun sürəti 0-a bərabərdir. Amma Jiguli sağa doğru hərəkət elədiyinə görə Jigulidə duran adam elə biləcək ki, avtobus ondan uzaqlaşır. Bəli, bir düzdür. Sonra yük maşınının Jiguliyə nəzərən sükunətdə qalar. Baxaq, yük maşını ilə Jiguli eyni istiqamətdədir və sürətlərin modulu eynidirsə, bir-birinə nəzərən nə olacaq? Sükunətdə olacaq. Bəli, bu da düzgün ola bilər. Aha, 2 də düzgündür. Sonra nə deyir əziz dostlar? Bizə deyir ki, avtobus Jiguliyə yaxınlaşır. Avtobus Jiguliyə yaxınlaşa bilmir. Əksinə uzaqlaşır. 3 yanlışdır. Yük maşını Jiguliyə yaxınlaşır. Yük maşını xeyr, aralarındakı məsafə dəyişmir. Elə doğru cavab nə olacaq? 1-2A variantı olur. 11-ci testdə deyilir. Düz xəttdə hərəkət edən cisimlərin sürətlərinin proyeksiyalarının zamandan asılıq qrafikləri verilmişdir. Birinci cismin ikinci cismə nəzərən sürətinin proyeksiyasını tapın. Birinci cisim sürətin proyeksiyasını biz bilirik. V1x bərabərdir 5 metr bölünsün saniyədir. V2x isə neçədir? Mənfi 10 metr bölünsün saniyədir. Birincinin ikinciyə nəzərən deyirsə, baxın V1x 2x bərabərdir. V1x minus V2x olacaq. V1x neçədir? 5-dir. Minus V2x isə mənfi 10-dur. Mənfi 10. O da bərabərdir. 5-dən mənfi 10 çıxsam mənə verəcək 15 metr bölünsün nə? Saniyə. Baxaq görək varmı elə variant. Deməli, doğru cavab hansı variant olacaq? E variantı. Növbəti testimiz 12-ci testdir. Deyir, düz xəttdə hərəkət edən iki avtomobil sürətin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Müşahidə anında 10 saniyə sonra birinci cismin ikinci cismə nəzərən sürətin proyeksiyasını tapın. Yenə eyni qaydada yazırıq. V1x bərabərdir 10 saniyə sonra sürəti 25 metr bölünsün saniyədir. Bəs V2x nə qədərdir? V2x-i yazsaq. V2x bərabərdir 10 saniyə sonra sürətinin modulu, daha doğrusu proyeksiyası mənfi 10 metr bölünsün saniyə olacaq. İndi biz bilirik ki, proyeksiyanı yazsaq V ikinciyə nəzərən deyir, birincinin V1x 2x bərabərdir. V1x minus V2x olacaq. V1x-imiz neçədir? 25 minus mənfi 10, o da bərabərdir 35 metr bölünsün saniyə.
Doğru cavab hansı variant oldu? E variantı olacaq. Növbəti testimiz, əziz dostlar, 13-cü testdir. Deyir ki, sürətinin zamandan asılılığı V bərabərdir 4 plus 20 T şəklində olan cismin 20 saniyə müddətində orta sürətini tapın. Biz bilirik ki, bərabər təcilli hərəkətdə orta sürətin düsturu cismin başlanğıc sürəti ilə son sürətin cəminin yarısıdır. Başlanğıc sürəti bilirik. V0 bərabərdir. Neçədir? 4 metr bölünsün saniyədir. Son sürətdə bilirik. V bərabərdir. Yerinə qoysa 4 vurulsun 20 saniyədə deyirsə 4 plus 2 vurulsun 20 o da bərabərdir 44 metr bölünsün saniyə. Gətirib burada yerinə qoysa necə yaza bilərik? 4 plus 44 bölünsün 2 yəni 48 bölünsün 2 o da bərabərdir 24 metr bölünsün nə? Saniyə. Doğru cavab hansı variant oldu? D variantı. 14-cü test. Cismin sürəti Vx bərabər 2 plus T qanunu ilə dəyişir. 2 saniyə müddətində cismin orta sürətini tapın. Yenə eyni məntiqlə gedəcək. Baxırıq, başlanğıc sürətimiz neçədir? 2 metr bölünsün saniyədir. Son sürətimiz V bərabərdir 2 plus T düsturuna görə 2 plus T'miz neçədir? 2'dir. O da bərabərdir 4 metr bölünsün nə? Saniyədir. Onda V ortanı biz yazsaq, son və başlanğıc sürətlərinin cəminin yarısıdır. Yəni 4 plus 2 bölünsün 2 bizə 3 metr bölünsün saniyə olacaq. Doğru cavab hansı variant oldu? C variantı. Növbət test 15-ci testdir. Deyir, sükunət vəziyyətindən 2 metr bölünsün saniyə kvadrat təcillə bərabər təcillə hərəkətə başlayan avtomobilin 14-cü saniyədə getdiyi yol 11-ci saniyədə getdiyi yoldan nə qədər çoxdur? İndi baxaq. S14'ü tapaq. Düsturumuz zaten bilirik. Sn bərabərdir. A vurulsun 2n-1 bölünsün 2'dir. Ya zaten bu cisim sükunət vəziyyətinə hərəkət edir. Düsturu bilirik. Birinci nəyi tapaq? S14'ü tapaq. S14 necə olacaq? A'mız 2'dir. 2 vurulsun 14 -1 bölünsün nə? 2. İndi biz buradan tapsaq 2'lər ixtisar gedəcək. 28-27 metr olacaq. S neçə deyir? 11. 2 vurulsun 11 -1 bölünsün 2. Bu da 21 metr olacaq. Deyir, getdiyi yoldan nə qədər çoxdur? Nə qədər çox deyirsə, 27'dən biz 21'i çıxmalıyıq. Yəni 27 -21 o da bərabərdir 6 metr. 6 metr. Doğru cavab isə hansı variant oldu? Əlbəttə C variantı olacaq. Növbət testimiz 16-cı testdir. Deyir, sürətlə hərəkət edən avtomobil 120 km yolu 1 saata. Sonra deyir, sonraki 30 km yolu isə 0.5 saata getmişdir. Bütün yolda avtomobilin orta sürətini tapın. Baxın əziz dostlar, T ümumini biz tapsaq, neçə? 0.5 saat buradadır. Sonra 1 saat da burada. Onda bizə nə qədər qalacaq? 1.5 saat. Bunu tapdıq. Bəs S ümumi nə qədərdir? S ümumidə isə 120 km burada, 30 km də burada, 150 km olacaq. Onda orta sürət S ümumi bölünsün T ümumidir. O da bərabər S ümumi 150 bölünsün 1,5. Yəni 1500 bölünsün 15 bizə nə qədər verəcək? 100 km bölünsün saat. Doğru cavab nə qədər elədi? 100 km bölünsün saat. 17-ci testdə deyilir. Düz xəttlə hərəkət edən avtomobil 80 km yolu 50 dəqiqə, sonra isə 10 km yolu 10 dəqiqə müddətində getmişdir. Bütün yolda avtomobilin orta sürətini metr bölünsün saniyə ilə hesablayın. Əziz dostlar, burada bizə cavabı metr bölünsün saniyə ilə soruşur. Əvvəlcə bunu kilometri metrə çevirək. 80 km, sonra isə 10 km getmişdir. Onda ümumi getdiyim yol S ümumi bərabərdir. 80'in üstünə 10 da gəlsəm 90 km olacaq. 90 km də bizə 90.000 metr olacaq. Sonra bizə deyir ki 80 kilometri 50 dəqiqəyə, sonra 10 kilometri 10 dəqiqəyə getmişdir. Onda bizim T ümumimiz olacaq neçə?
60 dəqiqə. 60 dəqiqəni də saniyə çevirsək 3600 saniyə olmuş olacaq. Onda düsturda yerinə qoysa V orta bərabərdir S-üminin T ümumiyə nisbəti, yəni 90 minin neçəyə nisbəti? 3600-ə nisbəti. Bu 2 sıfırı ixtisar eləsək burada. Sonra bunu da 9-a ixtisar eləsək olacaq 100. 9-a ixtisar eləsək 4, o da 25 metr bölünsün saniyə. Doğru cavab nə olacaq əziz dostlar? 25 metr bölünsün saniyə olacaq. Davam edək. Növbəti testimiz 18-ci testdir. Maddi nöqtə ABCD trayektoriyası üzrə hərəkət edərək 4 saniyə ərzində A nöqtəsindən D nöqtəsinə gəlir. Maddi nöqtənin yerdəyişməyə görə orta sürətini hesablayın. Əvvəlcə yerdəyişməyə baxaq. Yerdəyişmə bilirik. Trayektoriyanın başlanğıc nöqtəsinin son nöqtəsinə birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Başlanğıcı A, sonu isə D-dir. Bu ikisi arasındakı məsafə. Deməli, burada 4'dür. Hipotenuz 5'dir. Onda digər katet neçə olacaq? 3 metr olacaq. Pifagor teoreminə görə 3 metr burada. Onda bizim ümumi yer dəyişməmiz 6 metr olacaq. Zaman isə neçə saniyədədir? 4 saniyədir. Orta sürət tapmaqdan ötürü təbii ki V orta bərabərdir. Ümumi yer dəyişməni ümumi zamana bölmək lazımdır. 1/5 nə? Metr bölünsün saniyə olacaq. Doğru cavab nə? 1/5 metr bölünsün saniyədir. Növbəti testimiz 19-cu testdir. Düzxətli bərabər təcillə hərəkət edən cisim 7-ci saniyədə 39 metr yol gedir. N-ci saniyədə gedilən yolun düzlüyünü bilirik. A vurulsun 2n-1 bölünsün 2-dir. 39 metr, yəni 7-ci saniyədə getdiyi yolu artıq bilirəm. A vurulsun 2 vurulsun 7 minus 1 bölünsün 2. Bizə nə qədər qalacaq? A bərabər 78 bölünsün 13. 78-i 12-ə bölsəm təxminən 6 qalacaq. 6 metr bölünsün saniyə kvadrat. Təcili tapdıq. Bizə nəyi soruşur? Getdiyi 7 saniyədə getdiyi yol soruşur. Bizim yolun düzlüyünü bilirik. V0t plus AT kvadrat bölünsün 2'dir. Başlanğıc sürət 0 olduğuna görə zaten bizə verilib burada. Onda S bərabərdir AT kvadrat bölünsün 2 qalacaq. A'mız neçədir? 6. T'miz 7'dir. Kvadrat 9. 49 bölünsün 2. Bunlar da ixtisar getdi. 3 vurulsun 49. O da bərabər 147 metr. Deməli bu cisim 7 saniyə müddətində 147 metr yol gedəcək. Növbəti testimiz 20-ci testdir. 20-ci testdə deyilir. Düzxətdə hərəkət edən başlanğıc koordinatları eyni olan A və K cisimlərin sürətlərinin proyeksiyanı zamanda asılı qrafiklərinə əsasən aşağıdakı ifadələrdən hansı doğrudur? Əziz dostlar, diqqətlə baxaq. Hər iki cisim bərabər sürətlə hərəkət edir və eyni istiqamətdə hərəkət edib, hər ikisi x oxkan. Diqqətlə baxsa, VK-nın sürətin modulu VA-nın sürətin modulundan daha böyükdür və bu da çox önəmli bir şərtdir. Əgər birindən yox, birinin sürəti daha böyük olarsa və eyni istiqamətdə hərəkət edərsə, onda bu cisim arasındakı məsafə mütləq dəyişəcək. K-nın sürəti böyük olduğuna görə K daha uzaq yol gedəcək. A-nın sürəti az olduğuna görə K-ya nəzərən sürəti nədir? Daha doğrusu yolu getdiyi yol az olacaq. Cisimlər bərabər təcillə hərəkət edir? Xeyr. Cisimlər bərabər sürətlə hərəkət edir? Əlbəttə. Cisimlər arasındakı məsafə zaman keçdikcə artır? Bəli. Cisimlər arasındakı məsafə zaman keçdikcə azalır? Xeyr. Cisimlər arasındakı məsafə zaman keçdikcə dəyişmir? Xeyr. Doğru cavab elə 2 ilə 3 olacaq. Cavab nə oldu? 2 ilə 3. Əziz dostlar, bu yəni B variantının da izahının sonuna çatdıq. Növbəti video izahımız C variantı olacaq. Həmin video izahda görüşmək ümidi ilə sağ olun, özünüzdən müğayət olun.